Salam hər kəsə. Bu gün Thoughts and Notions kitabının sonuncu mövzusunu çəkəcəm, Plastic Money. Bununla da Thoughts and Notions kitabını bitirmiş oluruq. Facts and Figures kitabını da çoxdan çəkib yükləmişəm YouTube kanalıma. Düzdür, hərəsinin içində çatışmayan bir iki dənə mövzu var, amma onları da arada vaxt tapıb çəkəcəm. Amma diqqətimi yönəldəcəm, yeni ildən artıq Cause and Effect videolarını çəkib yükləyəcəm. Bilirəm, bu videoların gözləyən çox idi. Odur ki, vaxt itirmədən Thoughts and Notions kitabının sonuncu mövzusuna baxaq. Kanalıma tanış olmayan insanlar üçün bildirim ki, mən indi bu mövzunu birlikdə kömək eləyəcəm, oxuyacağıq. Oxuyandan sonra da mövzuya aid olan bütün speaking, lüğət, comprehension və s. çalışmaları birlikdə işləyəcəyik. How do you pay for things? Sən əşyalar üçün necə ödəniş edirsən? Do you usually use cash or do you like to pay by credit card? Sən adətən cash, nəqd pul istifadə edirsən, yoxsa kredit kartı ilə ödəməyi xoşlayırsan? If you are like a lot of people, əgər sən də bir çox insan kimisənsə, you probably have at least one credit card in your wallet. Sən çox güman ki, wallet, kaşlokunda at least ən azı bir kredit kartı varındır. Also, you might use it more often than you probably should. Həmçinin sən ola bilər ki, onu istifadə edirsən, çox daha artıq istifadə edirsən. Nədən? You probably should. Sənin çox güman ki, etməli olduğundan, yəni öz normalından artıq istifadə edirsəndən çox güman ki. Credit cards first became popular in the 1920s. Kredit kartları ilk 1920'lərdə populyar oldular. Back then, o zaman, individual businesses, such as hostels and oil companies, gave credit cards to their best customers. O vaxtlar fərdi bizneslər, individual bizneslər, otel və yaxud neft şirkətləri kimi olan fərdi bizneslər kredit kartını ən yaxşı müştərilərinə verirdilər. Unlike today's credit cards, like var, kimi, düz like-in bəyənmək mənasında var, fiil olaraq o heç, amma bir də bənzətmə mənasında kimi qoşmasını izah edirik. Like you, məsələn, sənin kimi. People like you, sənin kimi insanlar. Like kimi deməkdir. Unlike onun əksidir. Kimi bir şey bənzədirsə, unlike yəni ondan fərqli olaraq. Məsələn, unlike you, səndən fərqli olaraq. Məsələn, unlike you, I am ready today. Səndən fərqli olaraq mən bugün hazıram. Və yaxud da ki, unlike today's credit cards, bugünkü günün kredit kartlarından fərqli olaraq, customers could use these cards only at the store or businesses. Müştərilər həmin kredit kartları yalnız dükanlarda və yaxud bizneslərdə istifadə edə bilirdi. That, hansı ki, gave out the card, hansı ki o kartı vermişdi. Yəni həmin kartı verən şirkət üçün, həmin kartı verən biznes üçün istifadə edə bilirdi o kartı ancaq. Customers also had to pay their bill in full. Müştərilər həmçinin bill hesablarını ödəməli idilər. Full bütöv deməkdir. In full bütövlük, yəni bütövlükdə ödəməli idilər. They couldn't pay for something a little at a time. A little at a time, yəni az-az, zamanla, bala-bala ödəməkdən söhbət edir. Yəni bir şey üçün az-az ödə bilmirdilər. The first multi-purpose credit card was the idea of a businessman named Frank McNamara. Purpose məqsəd deməkdir. Multi-purpose, multi-məqsəd, yəni çox məqsədli. İlk çox məqsədli kredit kartı was neydi? The idea of a businessman, bir biznesmenin ideyası idi. O biznesmendəki name it, o biznesmende Frank McNamara olub. Yəni uzun sözün qısası ilk multi-purpose'lı kredit kartı Frank McNamara adlı bir biznesmenin ideyası idi. He got the idea one evening, o ideyanın ağlına gəldi bir axşam. When he took some business clients to dinner. Bir axşam bir neçə biznes müştərilərini dinnerə aparıb. At the end of the meal, yeməyin sonunda McNamara discovered that he couldn't pay the bill. Discover nədir? Kəşf etmək və yaxud fərqinə varmaq. Yəni naharın sonunda, dinnerin sonunda fərqinə varıb ki, o pulu ödəyə bilmir. He didn't have any cash with him. Cash nədir? Nəqd pul. With himdəki pulu sən with him eləmək, yəni üstündə olmaqdan söhbət edir. Özü ilə ya üstündə nəqd pul yox idi. Luckily, xoşbəxtlikdən, his wife had some cash with her. Xoşbəxtlikdən onun arvadının, yoldaşının biraz nəqd pul var idi üstündə.
and she paid the bill və o hesabı ödədi. After that experience neydi? Təcrübə və yaxud başına gələn bir olay. Yəni həmin experience-dən sonra McNamara decided to find a way. McNamara bir yol tapmaq qərarına gəldi ki, allow people without cash, deməli icazə versin kimə? People without cash. Üstündə pul olmayan insanlara restoranda yeməyin pulunu ödəməyə icazə verən bir yol tapmaq qərarına gəldi. In 1950, McNamara started a credit card company called Diners Club. 1950'də McNamara bir kredi kart şirkəti başlatdı, qurdu. O da ki, called Diners Club. Yəni Diners Club adlanan kredi kart şirkəti qurdu. Unlike nə idi? Fərqli olaraq. Unlike earlier credit cards, daha erkən olan, ondan əvvəlki kredi kartlardan fərqli olaraq, this card could be used by customers at a variety of restaurants. Bu kart müştərilər tərəfindən variety of restaurants, bir neçə fərqli restoranda istifadə oluna bilirdi. Could be used. When a customer paid for a meal by credit card, bir müştəri yemək üçün kredi kartı ilə ödəniş edəndə, Diners Club paid the restaurant. Diners Club restorana pul ödüyordu. At the end of the month, ayın sonunda Diners Club sent a bill to the customer. Diners Club müştəriyə hesabı göndərirdi and collected the money və pulu yığırdı. Customers liked the card because they didn't have to carry around a lot of cash. Müştərilər kartı xoşlayırdılar çünki they didn't have to carry around. Özləri ilə çoxlu nəqd pul daşımalı deyildilər. Restaurant owners, restoran sahibləri, owner sözün birisi sahib deməkdir. Quickly learned to like the card too. Why? Tezliklə restoran sahibləri də kartı bəyənməyi öyrəndilər. Kartı bəyənməyə başladılar. Niyə? They discovered that, onlar fərqinə vardılar ki, customers usually spend more money when they could pay by credit card. Müştərilər kredi kartla ödəyə biləndə daha çox pul xərcləyirlər adətən. In its first years of business, biznesin ilk illərində Diners Club issued credit cards to 200 customers. Issue sözünü eşitmiş ola bilərsiniz problem mənasında, isim olaraq, məsələ, problem. Amma issue sözü həm də fiil olaraq bir şeyi başqasına vermək, dövrəyə buraxmaq mənasını verir, feil olaraq görürsünüz. Axırında ed şəkilçisi də var, idi. Yəni feil olduğunu görürük. Diners Club kredit kartları issue elədi, yəni verdi 200 müştəri, yəni bir növ 200 müştəriyə kartı payladılar. These customers could use the Diners Club card at 27 different restaurants in New York. Həmin müştərilər Diners Club'ın kartını istifadə edə bilirlər New Yorkda 27 müxtəlif restoranda. Diners Club has about 8 million customers and they can use their credit cards in over 7.6 million businesses in more than 200 countries. Bu gün, today sözünü görməmişdim bax. Bu gün Diners Club'ın 8 milyondan çox müştərisi var və onlar kredit kartlarını 200-dən çox ölkədə 7.6 milyondan çox bizneslərdə istifadə edə bilərlər. Over bilirsizdə bir mənası yuxarı deməkdir. Bir də var ki, burada yuxarı mənasındadır. 7.6 milyondan yuxarı, yəni 7.6 milyondan çox. İstəyirsən more than denən daha çox, istəyirsən over denən yəni daha çox mənasını verir, yuxarı mənasını verir. Bir də over'in bitmək mənası var da, game over, yəni oyun bitdi. Soon after the appearance of Diners Club, appearance nə idi? Appear, nə idi? Görünmək, gözə batmaq. Əksdə disappear, gözdən etmək. Appearance of Diners Club, yəni Diners Club'ın ortaya çıxmasından tezliklə sonra, yəni ortaya çıxmasından bir müddət sonra, banks decided to get involved in the credit card business. Banklar da credit card biznesinə involve eləmək, yəni bulaşmaq, daxil olmaq qərarına gəldilər. Onlar da bu işə girişmək istədilər. In 1956, Bank of America offered a new kind of credit card. 1956'da Bank of America
yeni bir kredi kart növünü offer elədi, təklif elədi. With this card, bu kart ilə you could either pay your bill in full at the end of the month. Və burada either or strukturunda olan cümlə görürük. Var idi. Both and həm də neither nor nə də inkarda olurdu və yaxud either or ya da you could sən elə bilərdin, nə elə bilərdin? Either pay your bill in full at the end of the month ya hesabını ayın axırında tam ödeyə bilərdin or ya da make smaller monthly payments ya da aylıq xırda ödənişlər edə bilərdin. If you didn't pay in full however, sən amma bütövlükdə ödəməsəydin, you had to pay interest on your debt. Debt borc deməkdir, düzdürmü? Pulunu ödəməlisən, borcunu ödəməlisən. Amma interest sözüyle qarşılaşırıq burada. Interesti, məsələn, interesting sözünü bilirik, damız maraqlı. Amma bu interest o interestdən deyil. Interest burada faiz mənasını verir. Riyaziyyatdakı faiz o heç, amma pulun üstündə qaytardığın faiz var, borcun üstündə verdiyin artıq. Ona interest deyirlər. Yəni, əgər tam ödəməsən, borcunun üstündə interest ödəməliydin. Yəni, pulun üstündə sələm qaytarmalısan da, bir növ sələm deyirlər, yoxsa nə deyirlər, faizi. Credit cards started as a convenience for customers. Credit kartları müştərilər üçün convenience olaraq, bir rahatlıq olaraq başlamışdı. Businesses used them to hold on to their most valued customers. Hold saxlamaq, hold on-dakı özlərinin ən dəyərli müştərilərini saxlasınlar, özlərinin ən dəyərli müştərilərini tutunsunlar. Credit cards are still a convenience. Kredi kartları hələ də bir rahatlıqdır. But they are also very profitable. Profit gəlir deməkdir. Gəlir mənasını verir, pul mənasını verir. Profitable-dakı gəlirli. Kredi kartları deyir ki, həmçinin banklar və başqa issuers. Issue nə idi? Paylamaq, yəni dövrəyə buraxmaq. Banklar və dövrəyə başqa şey buraxanlar üçün issuer deyirlər, ona. Banklar və başqa qurumlar üçün çox gəlirli bir şeydir. Onlar üçün çox gəlirlidir. Başlayaq indi çalışmalarımızdan. Deyir ki, he bought his house for $100,000. O evini $100,000 aldı və satdı onu $125,000. He made o nə etdi, nə düzəltdi? Of $25,000. $25,000 gəlir qazanıb da, düzdürmü? He made a profit olar buradan. He made a profit of $25,000. Interest sözü nə idi? Bəs faiz idi də. Faiz sözünü qoya bilərikmi buraya? Bilmərik. 100,000 alıb 125,000 də satıb da. Amma məsələn, kiməsə deyək ki, 100,000 borc verib 125,000 alıbsa, 25,000 onda onun interestidir. Yəni bir növ sələm kimi də, bir növ pulun üstünə gəlmiş faiz kimi, amma evi ucuz alıb baha satıbsa, onun gəliridir. Makler yəqin ki. Neysə 2. Do you sən nə? Your car or does the bank? Sən maşın nəsə edirsən, yoxsa bank edir? Yəqin ki, do you own? Own söz var ya, sahib olmaq. Do you own your car? Maşına sən sahibsən, yoxsa bank own edir? Yəni, yoxsa bank sahibisən maşınına. Söhbət ondan gedir ki, maşını nağd pul verib alanda maşın sənindir, amma yoxsa belə leasingdən almısansa, hər ay banka faiz ödəyirsənsə, axırda da ödəyə bilməsən, bank sənin əlindən ala bilərsə, bu hesab olunur ki, maşın bankındır, ona görə də belə bir cümlə var. 3. If you put your money into a savings account at a bank, əgər pulunu bankdakı saving accountuna, saxlama hesabına qoysan, o teminin adı Azərbaycanca yadımdan çıxmına deyirlərsə, həmin hesaba qoysan, the bank pays you every month. Bank sənə hər ay nə verir, nə ödəyir? Hər ay sən interest ödəyir də, faiz ödəyir pulunun üzərindən. The bank pays you interest every month. 4. She doesn't want to be in. O harda olmaq istəmir. So she pays her monthly bills. Ona görə də aylıq ödənişlərini edir. She doesn't want to be in. Harda olmaq istəmir. She doesn't want to be in debt. Borçda olmaq istəmir, borclanmaq istəmir. Həmişə aylıq ödənişlərini edir. Necə? Monthly bills. In full, bütövlükdə ödəyir. Həmişə aylıq ödənişlərini bütöv ödəyir, çünki borçda olmaq istəmir, borçlu olmaq istəmir. 5. I him $1,000, mən ona for the old car, köhnə maşın üçün $1,000 nə elədim?
But he refused to sell it to me. Amma o mənə satmağa refuse elədi, imtina elədi. Refuse imtina deməkdir. Yazın götür. Mən ona $1000 neylədim? Offer elədim, təklif elədim. Offer təklif deməkdir. I offered him. O offer sözünü bir də refuse sözünü gördüyüm şey yadıma düşdü. Godfather kinosunda deyir ki, I made him an offer that he cannot refuse. Mən ona refuse edə bilməyəcək bir təklif elədim. I made him an offer that he couldn't refuse. Mən ona imtina edə bilməyəcəyi bir təklif elədim. Bilmirəm, keçmiş zamanda deyil cümləni, yoxsa gələcək zamanda deyil, belə bir cümlə var idi. Godfather, Xaç Atası kinosunda. 6. If you pay your bills on time, əgər ödənişlərini vaxtında eləsən, you will have good, sənin yaxşı nəyin olacaq? You will have good credit olacaq burada. Bu kredit sözünü mətin özündə görmüşdük, kredit mənasındaydı, kredit kart. Amma onu istədiyim ki, bu kredit sözünün 70-ləsin də mənası var, 70-ləsin olmasa bir azı 5-6 mənası var nağıdır. Bu dəqiqə yadıma düşənlərdən deyim sizə, kontekst daxilində bilinir də. Kredit sözünün biri var borc mənası. Bankdan və yaxud hansısa bir qurumdan götürülən pul mənasında, borc pul mənasında. Bu oldu birinci mənası. İkinci mənası imtahanda olan, universitetdə olan bal sistemi deyirlər. Məsələn, extra credits deyirlər. Əlavə bal, müəllimdən əlavə bal istəmək deyirlər. Extra credits istəmək. Və həm də kredit sistemi olur, fənlərin kredit olur. Universitetdə oxuyanlar bilər. Ona görə də deyirlər, təhsillə bağlı bir şeydir bu da. Ondan sonra kredit sözün bir mənası da var, güvən mənasında. Deyir ki, if you pay your bills on time, əgər borclarını vaxtında ödəsən, you will have good credit. Sənin yaxşı kreditin olacaq, yəni ki, sənin güvənli olacaq. Yəni banklar və yaxud bank olmayan kredit təşkilatları sənə güvənəcəklər. Yəni kredit sözünün güvən mənası var. Başqa nə mənası var? Sonra o kinoya baxırıq, kinonun axırında belə sözlər fırlanır, prodüser kim olub, nə bilim, hansı vəzifəni kim görüb. Ona da kredit deyirlər. Yəni insanın gördüyü işə görə adının çəkilməsi. Ona da deyirlər, nə deyim Azərbaycan dilində? İnsanın adının çəkilməsi. Buna da həmçinin kredit deyirlər. Yəni kredit, bu dəqiqə yadıma düşən mənalar bunlardır. Amma 6-cıya hansı mənada işlənəcək? Güvən mənasında. Əgər vaxtında desən pulunun yaxşı kreditin olacaq. 7. I bought some, mən aldım biraz, nə? Paper to use with both my copy machine and my printer. Biraz kağız aldım ki, həm copy maşınımdan istifadə edim, həm də ki printerimdən. I bought some, nətər kağız almışam ondan. I bought some, həm deməli printerdən istifadə edilir, həm kopyerdən istifadə edirsə, multi-purpose, çox məqsədli kağız almışam deməli. 8. Every year hər il the post office beautiful new stamps. Hər il post ofisi, hər il poçt, yəni gözəl yeni stampları, möhürləri neynir? Paylayır, insanlara verir, dövriyyəyə buraxır. Issues. Issues sözünün mətin özündə demişdim. Issues olacaq bura. 9. I don't want to get in her problems. Mən onun problemlərində neynəmək istəmirəm? Problemlərinə neynəmək istəmirəm? Qarışmaq istəmirəm, özümü soxmaq istəmirəm. I don't want to get involved. Involved'dan sonra in preposition'ı gəlir. To get involved in her problems. Ona görə in var. Amma onun problemlərində daxil olmaq istəmirəm. Yox, onun problemlərinə daxil olmaq istəmirəm. Mənasını verir. Onun problemlərinə qarışmaq istəmirəm kimi. C tapşırığı. Underline the word that does not belong in each group. Hər qrupda uyğun olmayan sözün altına xətt çəkin. Asan şeydir, özünüz eləyə bilərsiniz. Nəsə asan şeydir, sözlər özünüz baxın, eləyin. Sual olsa soruşarsınız məndən, kommentdə kömək eləyəcəm. Mən sizə kömək eləyim comprehension tapşırığına. Ən birincidir ki, credit cards were popular in the 1800s. Kredit kartları 1800-cü illərdə populyar idi deyir. Düzdürmü, səhvdimi, yoxsa heç bir məlumat yoxdurmu? Kredit kartları ilk 1920-də populyar olub deyir bu cümlədə. Əgər ilk 1920-də populyar olubsa, 1800-lərdə populyardır deyə bilərik kimi, yox, ona səhv olacaq da, bir səhv. 2. The first credit cards were multi-purpose. İlk kredit kartları multi-purpose idi deyir. Yox, səhvdir. Çünki ilk kredit kartları yalnız restoranlarda, yalnız müəyyən restoranlarda istifadə oluna bilirdi. Gəlin bu cümləni quraq. İlk kredit kartları
multipurpose değildi. Çünkü because the first credit cards could be used. Could be used istifadə olunabilirdi. Could keçmiş zamandadır. Be used'dakı məczullur. Could be used istifadə olunabilirdi. At only variety of restaurants. İlk kredi kartları yalnız bir sıra restoranlarda istifadə olunabilirdi. That's why they were not multipurpose. Ona görə də onlar multipurpose değildi. 2 səhvdir. 3. Shoe stores were among the first businesses to give credit cards to their best customers. Avtobus nədir? Avtobus hardan gəldi? Ayaqqabı mağazaları müştərilərinə, ən yaxşı müştərilərinə kredit kart verən ilk bizneslərin arasında idi deyir. Bəlkə də tarixdə elə bir şey olub, biznes tarixində zətdə, amma mətnin içində belə bir şey yox idi. Özümüzdən ona görə uydura bilmərik. Mətnə istinad edirik yalnız. Ona görə 3-nə düz deyirik, 2-nə səhv deyirik. 3-cü cavabı NI, no information. Belə məlumat yoxdur. 4. When you pay in full, bütövlükdə ödəyəndə, you pay the whole amount. Whole nədir? Whole deyənə bütöv deməkdir. Amount-ı miqdar. Bütöv miqdarı ödəmiş olursan, bəli, əlbəttə ki 4 düzdür. 5. Frank McNamara was a businessman. Frank McNamara businessman idi deyir. Görək elə idimi ki. Aha. The first multipurpose credit card was the idea of a businessman named Frank McNamara. İlk multipurpose credit card Frank McNamara adlı biznesmenin ideyası idi. Ona görə də o kişiyə biznesmen deyə bilərik ürək rahatlığı ilə və bu sual oldu onda. 5. 5'e yazıq, true, düzdür. 6. McNamara's wife always paid for her husband's meal at restaurants. McNamara'nın yoldaşı, arvadı həmişə ərinin yeməklərinin pulunu ödəyirdi restoranda. Həmin bu hekayə daxilində öyrənirik ki, həmin vaxtı pulu olmayıb, ona görə də ödəyib də ödəməli olub yoldaşı, amma həmişə ödəyir deyə bir şey yoxdur. Ona görə 6-nı səhv götürəcəm. Əslində hardan bilirik, bəlkə həmişə belə bəhanələr uydurub heç vaxt pul verməyib olanda olur da elə adamlar. Ona görə yəni ayrı vaxt özü ödəyib deyə bir şey var idi mətndə. Mənim yadıma gəlmir. Ona görə bunu doğru da deyə bilmirəm, yanlış da deyə bilmirəm. Qoy olsun ki, belə məlumat yoxdur. 7. McNamara started the Diners Club credit card. McNamara Diners Club credit kartını başlatdı, onu qurdu. O elə bir şey düzəltmişdi, amma onun düzəltdiyinin adı credit card 22. Bəli. McNamara started a credit card company called Diners Club. McNamara Diners Club adlı credit card şirkəti qrup deyir. Ona görə onun düzəltdiyinin adını credit card deyə bilərik. Ona görə də həmin sual neçənci idisə düzdür. 7 də düzdür. 8. Diners Club was a store. Diners Club dükan idi that sold things, hansı ki əşyalar satırdı. Xeyr, o dükan falan değildi. Əksinə birlik idi də. O restoranların birliyi, ittifaqı idi. Yoxsa ittifaqı idi, yoxsa nə idi? Neysə də cümlə quraq ki, məsəl üçün. Mətin özün necə yazıb bir yadıma deyil, amma ittifaq sözünü yadıma düşdü. İstədim qoysa deyim. İttifaqı deyirlər nə? Union. Deməli, Diners Club məsəl üçün deyirəm. The Diners Club was a union of restaurants. Restoranların unionu, ittifaqı idi. 8, ona görə 8 səhvdir. 9. Diners Club started as a small business. Kiçik bir biznes olaraq başladı. Deyəsən 27 il yoxsa neçə il restoranda fəaliyyət göstərirdi. But now it is a big business. Amma bu indi böyük bir biznesdir. Bəli, bunu deyə bilərik. Düzdür. Çünki onun bugünkü neçə dənə ölkədə neçə dənə müştərisi var, neçə dənə restoranda ödeyə bilirlər deyə bir məlumat var idi. Mətnə diqqətən baxmışdınızsa yadınızdadır. Ona görə də bunu doğru deyəcəm. True'dur 9'da. 9 da true'dur. 10. Banks make more money on credit cards by charging interest. Interest sözün bayaq mənasını demişdim. Pulun üstündə əlavə gəlir deməkdir. Charge'dakı charge, yəni zayatka mənasını bilirik. Həm də ki pul tutmaq, pul almaq mənasını verir. Yəni interest tutmaq, üstündən sələm tutmaq mənasını verir. Yəni banklar kredit kartlarla sələm tutmaqla pul qazanırlar deyir. Bəli, banklar kredit kartlarda xoşlayırlar, kredit kartlardan pul qazanırlar deyirdi.
Bir saniye. De ki, kredi kartları banklar ve başka təşkilatlar üçün profitable gəlirlidir. Amma da konkret dili ilə demir də ki, banklar onun üstündən faiz tuturlar, sələm tuturlar, ona görə pul qazanırlar. Yəni özümüz bunun doğru olduğunu bilir, amma mətn bizə deməyibsə, kontekstdən çıxmamaq şərti ilə çıxmayaq deyə bunu doğru götürməyəcəm, NI götürəcəm, belə məlumat yoxdur. Növbəti tapşırıq. Why did businesses give out credit cards in the 1920s? Niyə bizneslər 1920-ci illərdə kredit kartlar paylayırlar? Niyə kredit kart verirdilər? O yadımdadır ki, ən yaxşı müştərilərinə verirdilər kredit kartları. Və deyək ki də, hardasa görmüşdüm, tam yadımda deyil, harda görmüşdüm o cümləni. Və deyək ki, businesses gave out credit cards to their best customers. Bizneslər ən yaxşı müştərilərinə kredit kart verirdilər. To hold on to them. Ki onlara tutunmaq üçün, ki onları saxlamaq üçün. Onlara tutunmaq üçün, onları saxlamaq üçün. What was different about the Diners Club credit card? Diners Club credit kartının fərqi nə idi? Onun fərqi oydu ki, müştərilər pulu ödəməli deyildilər, pulu tam ödəməli deyildilər. Və yaxud pulu əvvəlcədən ödəməli deyildilər. Əvvəlcədən sözünü bundan qabaqçı dərslərdə keçmişdik. Əvvəlcədən nə idi? In advance. The customers didn't have to pay. Müştərilər ödəməli deyildilər. The customers didn't have to pay in advance. Müştərilər əvvəlcədən ödəməli deyildilər. 3. Why did Frank McNamara start a credit card company? Niyə McNamara kredit kart şirkəti yaratdı? Mətnə gəlib daha yaxşı baxaq, buna cavab vermək üçün. Onun hekayəsini danışaq da, deməli, biznes müştərilərini aparmışdı, üstündə pulu olmadı. Ondan sonra Frank McNamara insanlar, üstündə pulu olmayan insanlara restoranda ödəyə bilməsi üçün belə bir şey yaratdı. Üçün cavabı olsun ki, one day Frank McNamara took his business clients to a restaurant. Restorana apardı, restoranda nətər yazırlarsa. Amma onun üzərində pulu yox idi. Üzərində pul olmaq nə idi? But he didn't have money, üstündə olmaq, with him. With him. Onun üzərində pulu yox idi. And his wife had to pay for the bill. Onun arvadı pulu ödəməli oldu. After that, ondan sonra he decided to start a credit card company. O credit kart şirkəti yaratmağa başladı ki let people without money üzərində pulu olmayan insanlara icazə versin. Nəyə? Yeməyin pulunu ödəməyə. Pay for the meal. Meals at restaurants. Restoranlarda üzərində pul olmayan insanların pul verə bilməsi üçün bunu yaratdı. Və bir cümlə qurduq. 4. Why did customers like the Diners Club card? Niyə müştərilər Diners Club kartını xoşladılar? Çətin bir şey yoxdur. Özünüz buna fikirləşin, cavab yazın, kommentdə baxacağım. 5. Why did restaurant owners like the card? Niyə restoran sahibləri kartı xoşladılar? Çünki insanlar kredit kartla ödəyəndə daha çox pul xərcləyirlər. Bu cümləni qurmaq üçün deyəcək ki, because people spent more money. Ən birinci deyəcək ki, insanlar çünki çox pul xərcləyirdilər üzərlərində kredit kart olanda. When they had credit cards. 6. How many customers did Diners Club have in its first year? Diners Club'ın ilk ilində neçə müştərisi var idi? 27 idi yoxsa neçə idi? 80 min yadımdan çıxıb. Məsələn də Diners Club had about 25 customers in its first year of business. Diners Club'ın biznesin ilk ilində təxminən 25 müştərisi var idi. Atdım da. Neçə rəqəm içə qaydım baxın. 7. Why did banks want to start issuing credit cards? İş nə idi? İnsanlara vermək, paylamaq, dövrəyə buraxmaq nəysə. Niyə banklar kredit kartlarını insanlara paylamaq istəyirdilər? Maraqlı sualdır. Mən deməyəcəm. Özünüz bunun haqqında writing mətnini eləyin.
qoy writingimiz də inkişaf eləsin. Çünki writing bilirsiniz də, yazanda fikirləşsən ki, hansı sözdən sonra nəyi gətirəcəm, nədən sonra nəyi gətirəcəm. Bu xarici dildə düşünməyə kömək eləyir insana. Speaking qabiliyyətinə kömək eləyir. Ona görə writing eləyin, yazın kommentə baxacağam. 8. What was həm də ulduz var üstündə, o deməkdir ki, bu sualların cavabı yoxdur mətndə, özümüzdən cavab verməliyik. Ona görə asanlıqla, rahatlıqla deyirəm ki, özünüz yazın bunların haqqında, mən də yoxlayacağam. 8. What was different about bank credit cards? Bank kredit kartlarının fərqi nə idi? Fərqi o idi ki, bank kredit kartlarının təkcə restoranda işlədə bilmirdi də, onu istədiyin yerdə işlədə bilirdin. Bank kredit kartını istifadə edə bilirdin. You could use. Yəni, indiki zamanda istifadə edə bilirdin. Ümumiyyətlə deyək. You can, ya da sualı bizə vozdan veribsə, keçmiş zamanda veribsə, bizə yaxşısa keçmiş zamanda cavab verək sualı. You could use credit cards. You could use bank credit cards. Bank kredit kartlarını istifadə edə bilərdin. İstədiyin hər yerdə. İstədiyin hər yer necə olacaq? Anywhere you wanted. Sən istədiyin hər yerdə bank kredit kartlarını istifadə edə bilərdin. 9. What does it mean to be in debt? Borcda olmaq nə deməkdir? Özünüz yazın, yoxlayacağım. 10. Why are credit cards a profitable business for banks? Niyə kredit kartları banklar üçün gəlirli bir biznesdir? Dediyim kimi, ulduz olanları özünüz writing eləyin, hansını istəsəz, hamısını istəsəz lap yaxşı. Mən də yoxlayacağım. F-dəki mətnin əsas ideyasını soruşur. 1. Credit cards are a profitable business for banks. Kredit kartları banklar üçün gəlirli bir biznesdir deyir. 2-də deyir ki, credit cards are dangerous for people who like to shop. Kredit kartları bazarlıq etməyi xoşlayan insanlar üçün təhlükəlidir. 3. Today's credit cards are different from the first credit cards. Bugünkü günün kredit kartları ilk kredit kartlarından fərqlidir. Buna cavab olaraq 3-cünü seçərdim məndən olsa. Çünki 3 də düzdür olmağını, amma bu bugünkü günün kredit kartları, keçmişin kredit kartları sanki onları qarşılaşdıraraq onların keçdiyi inkişaf yolu haqqında bizə məlumat vermək istəyir. Elə bunda mətnin özündə görülür ki, kredit kartları necə başladığı, sonra necə formalaşması haqqında məlumat verirdi. Amma sırf onun bazarlıq etməyi xoşlayan insanlar üçün təhlükəli olması və yaxud sırf banklar üçün yaxşı gəlir mənbəyi olması ikinci plandaydı. Ona görə mətnin əsas ideyası olaraq 3-ü seçirəm mən. İzlədiyiniz üçün çox sağ olun. Dediyim kimi növbəti kitabda görüşərik.